Oktyabr ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıbdır. 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105,9% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108,2%, qeyri-qida məhsulları üzrə 102,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% təşkil edib. Yerli Mətbuat Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri indeksi 100,5%, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə oktyabr ayında əvvəlki ayın nisbətən indeks 100,8%, yanvar-oktyabr aylarında isə 106,9% təşkil edib. Ən çox qiymət artımı qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yer kökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə bu məhsullarda qeydə alınıb. Limon, portağal, alma, heyva, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb. Qeyri-qida məhsulları üzrə oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6% təşkil edib. Ən çox bahalaşma geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatlarında, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrdə müşahidə olunub. Digər qeyri-qida məhsullarında ciddi dəyişiklik baş verməyib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə oktyabr ayında indeks əvvəlki aya nisbətən 100,4%, yanvar-oktyabr aylarında isə 106,6% təşkil edib. Bahalaşma əsasən mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhər ətrafı avtobus nəqliyyatı ilə sərnişin daşıma, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşıma xidmətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb.